müharibənin şəhidi Quliyev Daşkıngilin evindəyik. Onların qonağıyıq. Onlara ziyarətə gəlmişik. Bacım, anası Samira xanıma bizim hədiyyəmiz var, onu anaya verib. Hədiyyəmiz vermək üçün gəlmişik. Bütün Allah şəhidlərimizin ruhunu şad eləsin. Bütün şəhid əzizlərinə səbrin genindən versin. Samira bacı, sizə də səbir diləyirəm bütün anılara. Amin, amin. Sizə də səbir diləyirəm, Allah köməyiniz olsun. Öncəliklə Samira bacı, bu bizə siz tədbirlərinizi iştirak edə bilmirsiniz. Bu sizindir, saxlamışam, anılara təqdim eləmişdim, qalıb sizin. Bu da yaxalıqdır, bizdən qəbul edin. Ondan başqa da Azərbaycanın bayrağı olan, yəni üstündə şəhidlərimizin şəkili olan, əksi olan bayrağımızı da sizə təqdim edeyim. Onu da deyim ki, Daşkının əmisi də 92 şəhidlərindəndir, 1-ci Qarabağ müharibəsi şəhidlərindəndir. Belə məsləhət oldu ki, yəni əmsinin də şəkili da bayrağımızın üstündə əkk olunsun. Allah əzizlərinə səbir versin. Amin. Buyurun Samira xanım. Çox sağ olun. Sizə təqdim edeyim.